Konkret bir mövzudur. Ondan addım gələcəkmi? Küs, ayrı, incik olanlarla əlaqədar baxımdır. Çox paylaşımların altında yazırsınız və tez-tez bu mövzuya tez-tez toxunuram. Ondan addım gələcəkmi? Barışıq olacaqmı? Yəni bu yeni küsənlərlə əlaqədar ola bilər. Tutaq ki, maksimum bir həftədir, bir aydır, nə bilim. Ən belə gec yeri tutaq ki 3 aydır da, yəni. İnsanlar var ki, yəni zaten 3 ay heç kimi gözləmirlər. Bu da normal bir şeydir məncə, amma yenə də daha 3 il, 5 il, 10 il ayrılanlara aid deyil də. Yəni mən adətən video paylaşanda yazırsınız ki, 10 ildir gedib hələ qayıtmır. 10 ildir gedənə mən niyə baxım ki və sən niyə gözləyəsən ki? Yəni bu da var. O özü üçün ailəsini, taleyini, bəxtini, qismətini, yolunu qurubdu. Yəni sən düşünmə. Bu qədər. Gəl baxaq. Fikrindəki insan hazırda özü hansı enerjidədir? Münasibətinizlə əlaqədar nə qərar veribdir? Və barışmaq istəyirmi? Hansı enerjidədir? Qarışıqdır. Addımla əlaqədar, bax belə deyim, qarışıq fikirləri var. Ölçür, biçir, düşünür. Ola bilsin ki, addım atmaq istəyir və yaxud da ki, nə bilim, hansısa bir yalanımı olubdu, o yalanımı açmısan, neysə bir ortada olmayan bir söhbət mi olubdu və həqiqətən də yalanımı açmısan, yəni düşünür. Düşünür ki, mən hansı addım atım. Enerji olaraq bu dəqiqə bu enerjidədir. Qarışıq bir enerjidədir. Həm addım atmaq istəyir, həm istəmir. Qorxur, qorxusu var. Belə bir şey düşünür. Bu dəqiqə negativ düşüncələri var. Münasibətinizlə əlaqədar nə qərar veribdir? Bu dəqiqə qərar verməyibdir. Bu dəqiqə sadəcə düşünür. Sadəcə düşünür, qorxuları var, hələ ki zamanı deyil deyə düşünür və yaxud da ki, yetərsiz addım ata bilərəm. Yəni, doğru yolu tapa bilməyibdir. Əslində, bir yolu var bu insanın, yəni, həqiqətlə, dürüstlüklə qarşısına çıxmaq, nə bilim, səhvi varsa səhvini boynuna almaq, amma onu istəmir. Bu insan dolayısı yollar axtarır və dolayısı yollar da yoxdur, yəni. Həqiqətlə gəlmək istəmir, yəni. Bu insan sadəcə fərqli yol axtarır. Əslində, yenə də deyirəm, bir yolu var, amma onu görmür. Görmür və ya istəmir. Barışmaq istəyirmi? Gəl buna da baxaq. Bu istəyir ki, davadalaş olmasın da, yəni gəlsin, heç bir şey izah etməsin, deməsin ki, hə, mənim səhvim var, belə bir şey eləmişəm, bunu eləmişəm, hə, səhvim var, gəl barışaq, bunu eləməyəcəm, bir də bunu eləməyəcəm, hə, düz deyirsən, falan filan. Bunlar olmasın, prosto elə bil, hop beləsin, bir də görsün ki, hə, sən özün yazmısan və yaxud da ki, hop beləsin, bir də görsün, barışıq olubdur. Yəni, davadalaş istəmir bu insan. Belə bir şey gör. Yəni, bilmirəm necə oldu, bir də gördük, barışmışıq. Yəni, bu şeyləri düşünür. Amma bilir ki, o gəlsə, tutaq ki, addım atsa, nələrisə izah etməli olacaq və buna görə addım atmır. Gəl yenə baxaq, niyə addım atmır? Bəs niyə sənə doğru addım atmır? Sənə niyə addım atmır? Niyə susub oturub? Səbəb nədir? Sənə addım atmamağının səbəbi nədir? Sənə addım atmamağının səbəbi burada bəlkə də sevgidən ümidini üzübdür və ya bu münasibətin gələcəyindən ümidini üzübdür. Bir daha birlikdə ola bilməyəcəksiniz deyə düşünür. Çünki barışıq üçün, ümumiyyətlə, barışıq üçün şans görürmü? Bu münasibətin davamı üçün şans görürmü? Perspektiv görürmü? Yəni, münasibətinizin davamı üçün perspektiv görürmü? Münasibətin davamı üçün yetəri qədər enerjisi olmadığını görür. Yenə deyirəm, bu insan münasibətin sənin istədiyin kimi, sənin şərtlərinə, sənin gözləntilərini doğrulda bilməyəcəyini görür. Ona görə, yəni, bu insan deyir ki, sənin istədiyin nədir yaxşı, sənin ondan gözləntin nədir, yəni, sənin ondan gözləntinin nə olduğunu düşünür. Gəl belə baxaq. Sənin ondan gözləntinin nə olduğunu düşünür. Sənin ondan gözləntin stabillik, sənin ondan gözləntin dürüstlük, bu münasibətin stabilliyinə əmin olmağın, tutaq ki, sən istəyirsən ki, sən biləsən ki, bu insan sənin üçün bu münasibətin gedişatı davamlı birlikdəlik olacaq, stabil olacaq. Belə deyim də, hətta onun həyatın, bu düşünür ki, hə, mənim həyatımı kontrol etmək istəyir. Belə düşünür, amma bu deyil. Sənin istədiyin sadəcə əmin olmaqdır.
və bu sənə o əminliyi verə bilmir. Yəni bu istəmir o əminliyi versin. Bu istəyir ki, gəlsin elə deyəsən ki, hə ölürəm dərdindən, sevirəm səni, hə yaxşı ki gəldin, sən verenə şükür. Yəni bu da olmur axı belə bir şey. Yəni okey. Gəl yenə baxaq. Bəs səndən addım gözləyirmi özü? Səndən addım gözləyirmi? Səndən addım gözləyirmi? Səndən addım gözləyir bu. Bu fikirləşir ki, sən özün durub darıxıb, özləyib, bunu belə pohpohlayıb, yüksəldib deyəcəksən ki, ölürəm səndən ötürü, hər şeyi unudaq, gəl yenidən barışaq, səndən addımlar gözləyir. Yəni burada o münasibətdə aid deyil də, yəni sən addım atırsan, qəbul eləmir, o deyil. Burada yəni özü addım atmır, sən addım gözləyirsən, konkret situasiya budur. Və bu burada gözləyir ki, sən addım atasan və onu olduğu kimi qəbul eləyəsən, yəni bu qədər. Başqa bir şey gözləmir. Okey, gəl baxaq. Addım atacaqmı sənə? Sənin heç bir şəkildə, qəti şəkildə addım atmaq fikrin yoxdur. Deyirsən ki, ağıllan da gəl. Okey, gəl baxaq. Addım atacaqmı sənə? Fikrindəki insan sənə barışıq üçün addım atacaqmı? Bu hər dəqiqə istəyir. Burada bəlkə də sən məsələn əngəlləyə də bilərsən onu və yaxud da ki, əngəl yoxdursa da belə, yəni elə bir konkret şərt qoymusan ki, o gələndə deyəcəksən, hə, demək ki, qəbul edirsən şərti. Çünki ortada konkret bir şərt verilməli söz var, yerinə yetirilməli bir məsuliyyət var. Və bu onun eləyə bilmir. Ona görə addım atmır. Yenə də baxaq, özü səninlə əlaqə saxlayacaqmı? Özü sənə doğru addım atacaqmı? Fikrindəki insan özü sənə doğru addım atacaqmı? Amma atacaq. Yəni nə qədər də dirəşsə, nə qədər də gözləsə, axırda görəcək ki, yox, bu münasibət belə də bitə bilər. 6 vaxt içində, 6-lı vaxtlar gəlir, 6 gün, 6 həftə maksimum. Yəni belə deyim də, 6-lı vaxtlarda ən gecə bəzilərinizdə 6-cı ayda ola bilər, ancaq nə deyim. Yəni olacaq ondan addım. Yenidən başlamaq istəyəcək, yeni bir yol istəyəcək, səni təkrar həyatında gəl təzədən başlayaq falan filan. Gəl baxaq, geri qaydanda həqiqətən də sənin şərtlərini qəbul etmək üçünmü qaydacaq? Yəni sənin gözləntilərini doğrultmaq üçünmü qaydacaq? Yox, yenə də gözləntilərini doğruldacaq deyil, sadəcə fikirləşəcək ki, yəqin əsəbi soyuyub, hirsi soyuyub, yəqin o da darıxıb, özləyib, gəl bir də təkrar belə deyim də başlayaq. Yaxşı, sən onunla barışsan bəs, münasibətdə sənin gözləntilərini doğruldacaqmı? Təkrardan barışsan, gözləntilərini doğruldacaqmı? Hardasa hə, hardasa yox. %100 yox, amma yenə də deyirəm, burnu sürtülmüş şəkildə gələcək, peşman olmuş şəkildə gələcək. Yəni sözlərinin tamam, əvvəlcədən çox söz verməsə də, amma çalışacaq nələrsə eləsin. Nələrsə eləsin. Amma çünki bilir ki, eləməsə sən onu rədd eləyəcəksən və burada bəzi belə bir enerji də var ki, tutaq ki, bu səndən ayrılıb başqasına gedibsə, onunla münasibəti 3 vaxt içində bitib, sonra sənə geri qayıtmaq enerjisi çıxır burada. Yəni onunla bütün belə ümidlər kəsilir və ondan sonra burnu sürtülür, sənə qayıdır. Artıq qaydandan sonra qəbul etməlisənmi, etməli deyilsənmi, bunu şəxsi baxımda, çünki bu kollektiv deyil, bunu şəxsi baxımda bilsən daha yaxşı olar. Aldım, qəbul etdim, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.